Hər kəsi salamlayıram. Bu videoda hədəfin 10-cu sinif üçün 9 mart tarixində keçirdiyi sınavın izahını verəcəm. Birinci sualda verilib ki, 64 bitli informasiya özündə neçə simvol saxlayır? Bilirik ki, simvol tipli informasiyanın həcmini tapmaq üçün simvol sayını əlifbada bir simvolun yaddaşda tutduğu yerə vurmaqla tapırıq və burada bizə həcmi 64 bit verib. Unicode sistemi verdiyinə görə bu əlifbada da bir simvol, yəni n bit 16 olur. Bizə simvol sayını soruşur. Buradan da simvol sayını tapsaq 64-ü 16-ya bölüb 4 alarıq. Olar A variantı. 2-də isə verib ki, həcmi 236 bit olan məlumat neçə gigabayt deməli informasiyanın özündə saxlayır. Bitdən gigabayta keçmək üçün bilirik ki, 233-ə bölürük və burada ixtisar gedib 203 qalır, yəni 8 gigabayt eləyir. Olur B variantı. Növbətidə isə verib ki, aşağıda həvəskar tələbələr və onların seçdiyi proqramlaşdırma dilləri haqqında verilənlər bazası cədvəli verilib. Cədvələ əsasən neçə birinci kurs tələbəsinin Python proqramlaşdırma dilini seçdiyini tap. Əvvəlcə baxıram ki, Python dilini seçən tələbələrin ID kodları hansılardır? Baxıram ki, 115 və 118-dir. Daha sonra yuxarı əlaqəli cədvəldən 115 və 118 ID kodlu tələbələrin neçənci kursda oxuduğuna baxıram. 115 ID kodlu tələbə 1-ci kurs, amma 118 ID kodlu tələbə isə 3-cü kursdur. Bizə də sualda soruşur ki, neçə 1-ci kurs tələbəsi Python seçib? Deməli, bircə dənə tələbə Python proqramlaşdırma dilini seçib. Klaviaturanın home düyməsini kliklədikdə kursorun mövqeyi hara yerləşir? Sətrin əvvəlinə. Amma kontrolla home'u bir yerdə vursaq, onda sənədin əvvəlinə keçər. Amma home'u təkcə vuranda sətrin əvvəlinə. Hansı doğru deyil? Bu yəqin ki, A variantıdır. Kompüter söndürüldükdə əməli yaddaşda olan informasiya saxlanılır. Elə bu səhv fikirdir. Çünki bilirik ki, RAM-da olan məlumatlar enerjidən asılı olduğuna görə, yəni RAM enerjidən ayrıldıqda kompüter oradan itir. Qalanlar isə doğrudur. Modem analoq və siqnalları rəqəmsal siqnala və tərsinə çevirir. Kompakt disk xarici yaddaşdır. Klaviatura giriş qurusudur. Plotter çıxış qurusudur. Bunlar doğru fikirlərdir. Qovluqdakı deyir faylın adı snag.py idi. Bu faylı həmin qovluqda yerləşən qovluğun da alt qovluğuna köçürdükdə faylın tam adı bu formada olur. Yerdəyişməyə qədər faylın yerləşdiyi qovluğun tam adı necə idi? Əvvəldən indi mərhələ-mərhələ oxuyuram. Deyir ki, qovluqdakı faylın adı bu formadadır, sınaq. Olsun bir dənə X qovluğu. Bu qovluqda sınaq adlı bir fayl saxlanılır. Daha sonra deyir ki, bu faylı həmin qovluqda, yəni X qovluğunda yerləşən başqa bir qovluğun, Y qovluğunun da alt qovluğuna daşınır. Olur bu formada onda daşınandan sonra. Bizə də deyir ki, daşınandan sonra faylın tam adı bu formada olur. Əvvəl X-da idi, mən isə Y və Z-ə köçürtdüm. Uyğun olaraq köçürəndən sonra da faylın tam adını belə veribsə, deməli burada Z, log, Y, Python deməli qovluqlarına uyğun gəlir. Bizə isə soruşur ki, yerdəyişməyə qədər, yəni daşınmamışdan əvvəlki faylın yerləşdiyi, bax bu X qovluğunun tam adı necə olar? Onda daşınmadan əvvəl soruşursa, mən bu Y və Z qovluqlarını buradan çıxıram. Yerdə qalır C, desktop, informatika və sınaq faylı. İndi bizə deyir ki, faylın yerləşdiyi qovluğun artıq sınaq faylı informatika qovluğunun içərisindədir. Yəni X qovluğu da olur informatika. Bu qovluğun tam adını soruşursa, onda fayl bizə lazım deyil. Qovluğun tam adı olacaq D, desktop, informatika. Bu ədədlərin cəmi onluq say sistemində neçə olar? 10 ikilikdə ilə 2-yə bərabərdir. Ümumiyyətlə, hər bir ədəd, yəni məsəl üçün 10 versin, ikilikdə 2 olacaq və yaxud bu ədədi 16-lıqda versə elə 16 olacaq. Deməli, 10 da 16-lıqda ilə 16-ya bərabər olar. Ya da çevirib də baxa bilərik. 10-luğa çevirəndə 0, 1 ilə çevirib 1 vur 2 üstü 1 elə 2-ni verir. Və yaxud da 1 vuraq 16 üstü 1 16-nı verir. 10 da elə 10-luqdadır onsuz.
Deməli, bizə soruşur ki, bunların onluqda cəmi eləyir 28. B variantı. Daha sonra 8-ci sualda verilib ki, elektron nəşr 32 səhifədən ibarətdir. Hər bir cüt səhifəsində şəkil, qalan səhifələrində isə bu qədər kilobaytlıq mətn var. Elektron nəşrin ümumi həcmini meqabaytla tap. Şəklin həcmini ayrı tapıb, mətnin həcmini ayrı tapıb toplayırıq. Əgər cüt səhifələrində şəkil varsa, 32 səhifənin elə 16 səhifəsi cüt, 16 səhifəsi də təkdir. Və burada cüt səhifələr 16 olduğuna görə cüt səhifəni vururam şəklin həcminə. 16 özü 2 üstü 4-dür deyə, bunu da elə birbaşa 2 üstü 4 kimi yazaq. 5 son 2 2 üstü 9-dur. 256 2 üstü 8-dir. Və piksel sayını biz rəng dərinliyinə vururuq şəklin həcmini tapanda. Piksel sayını yazdıq. Rəng dərinliyi isə 256 əgər rəng varsa bu şəkildə, onda rəng dərinliyi isə bilirik ki 8 bit olacaq. Və burada 2 üstüləri toplasam, bu özü də 2 üstü 3-dür. Deməli, eləyəcək 17, 24. 2 üstü 24 bit alarıq və bunu da megabayta çevirəcəm. Çünki ən axırda megabaytla soruşur. 2 üstü 23-ə böləcəm. Qalacaq 2 megabayt. Deməli, şəklin həcmi 2 megabaytdır. Qalır mətnin həcmini tapmaq. Və deyir ki, qalan səhifələrinin hər birində isə həcmi 64 kilobayt olan mətn verilib. Qalan səhifələrdə elə 16 dənədir, yəni tək səhifələr qalıb. Deyir, bu səhifələrdə də 64 kilobaytda mətn var. Onda mətnin həcmini də səhifə sayına vururam, çünki hər səhifədə bu qədərlik mətn verilib. Bunu da yenə 2 üstü 4 vur, 2 üstü 6 kimi göstərsəm, 2 üstü 10 kilobayt alıram. Megabayt da keçmək üçün kilobaytdan elə 2 üstü 10-a bölürəm və alıram 1 megabayt. Deməli, şəklin həcmi 2, mətnin həcmi də 1 megabaytdır. Toplayanda da alırıq 3 megabayt. Satıcı vitrində yan-yana duran və soldan sağa doğru bu formada 1-dən 6-ya qədər nömrələnmiş 6 yeşiyə alma, armud, üzüm, şaftalı, albalı və əriyi aşağıdakı qaydalara görə yerləşdirir. Olsun belə, biz də düzək 1, 2, 3, 4, 5, 6. Deyir, hər yeşiyə bir növ meyvə yerləşdirməlidir. Üzüm mütləq 2-də olmalıdır. Bura yazıram üzüm. 3 nömrəli yeşikdə yerləşdirməlidir. Bunları mütləq belə verib. Daha sonra deyir, albalı ilə əriyin olduğu yeşiklər mütləq yan-yana düşməlidir. Bunu yadda saxlayaq ki, albalı ilə ərik mütləq yanaşı yerləşməlidirlər. Armudun yeşiyinin nömrəsi isə almanın yeşiyinin nömrəsindən böyük olmalıdır. Deməli, armud onda 1-də yerləşə bilməz axı. Əgər almanın nömrəsindən böyükdürsə, 4, 5, 6 ola bilər. Onda belə baxıram ki, albalı ilə ərik də yanaşı yerləşməlidir deyə, birə nə albalı, nə əriyi yerləşdirə bilmərəm. Çünki yanaşı formada bu tərəfdə yerləşməlidir ikisi. Belə baxıram, armud da, onda albalı da, ərik də birə yerləşmirsə, onda birə bir dənə şaftalı qalır bu meyvələrdə. Və birə yazıram şaftalı. Bu tərəfdə isə artıq müxtəlif formada yerləşdirə bilərik. Məsəl üçün, 4-də armud olsa, 5 ilə 6-ya albalı ilə əriyi qoya bilərəm və yaxud ərik albalı bu formada. Və yaxud 6-ya armud qoyuramsa, 4-5-ə albalı ərik yerləşdirə bilərəm yanaşı. İndi biz variantlara görə seçəcəyik. Deyir ki, hansı verilən, yəni variantlardan meyvələrin yerləşdiyi yeşiklər yanaşı ola bilməz. Baxıram, şaftalı və üzüm, bunlar mütləq onsuz da yerləşirlər, bunu çıxıram. Alma və ərik ola bilər, çünki alma, burada ərik, burada albalı yazsam, əriklə albalı yanaşı düşür. Burada armud yazarım. Bunu da çıxıram. Üzüm və albalı isə heç cürə yanaşı düşmür. Çünki üzümün bir tərəfində mütləq alma yerləşib, bu biri tərəfində də biz tapdıq ki, mütləq şaftalı yerləşir. Ona görə üzümlə albalı heç cürə yanaşı düşə bilmir. Elə bu fikir doğru deyil. Armud və ərik ola bilər yanaşı düşsün. Çünki bura məsəl üçün albalı, bura ərik, bura da armud yazsam, əriklə armud yanaşı düşər. Alma və albalı ola bilər. Almadan sonra albalı yazaram, sonra ərik yazaram, sonra armud yazaram. Yəni C variantı alınmır. Onda isə deyir ki, 300 megabayt tutuma malik fayl müəyyən kanal ilə saniyədə 1500 kilobit böl saniyə sürətlə ötürülür. Bu zaman ərzində 1200 kilobit böl saniyə sürətlə
Digər mübadilə kanalı ilə neçə meqabayt tutma malik fayl ötürmək olar? Tənasüb. Bilirik ki, V bərabərdir Q böl T düsturu ilə informasiyanın həcmi və yaxud da ki, sürəti tapılır, ötürülmə sürəti. Burada baxıram ki, V Q ilə düz mütənasib asılıdır. Yəni 300 meqabayt bu informasiyanın həcmidir. 300 meqabayt həcmə malik olan bir məlumatı 1500 kilobit bölək saniyə sürətlə ötürürüksə, tapırıq ki, 1200 kilobit böl saniyə sürətlə hansı həcmdə informasiya ötürmək olar. Düz mütənasib olduğuna görə çarpaz vurur. X-i də buradan tapanda 300-ü 1200-ə vurub bölürük 1500-ə. Burada da ixtisar aparsaq 240 megabayt. Onluq ədədi yaddaşda neçə bit yer tutar? Bu tipdə qüvvət üstü onluq ədədləri bilirik ki, ikiliyə çevirmək rahatdır. Hətta elə 2-nin qüvvəti kimi verib. Çünki biz onluqda ədədin yaddaşda tutduğu yeri tapmaq üçün onu mütləq ikiliyə çevirməliyik. Məsəl üçün, 8-likdə bilirik ki, bir simvol 3 bitdir və yaxud 16-lıqda bilirik 4 bitdir. Amma onluqda tapmaq üçün əvvəlcə ikiliyə çevirmək lazımdır. Və burada əslində birinci elə ədəddən görünür yaddaşda nə qədər yer tutduğu. 247-ni biz onluqdan ikiliyə çevirəndə elə 2-nin qüvvəti kimi göstərildiyinə görə 1 yanına say sisteminin qüvvəti qədər də 0 artırırıq. Yəni 47 dənə 0. O biri də 221 olduğuna görə 1 yanına 21 dənə 0 artırırıq. Digəri də 216 olduğuna görə 1 yanına 16 dənə 0 artırırıq. Mən sıfırların sayını təxmini yazmışam. Və burada toplasam, bu birdən sonra 47 dənə burada 0-1 olacaq. Çünki toplanacaq hamısı. 1 yanına da 47 0-1-i əlavə etdikdə burada 48 dənə 0-1 alınır. Yəni 48 0-1 də elə 48 bit deməkdir. Olur A variantı. 3 megabayt 72 kilobayt plus 2 megabayt plus 1976 kilobayt ifadəsinin qiymətini hesablayın. Əvvəlcə baxıram ki, bu özü 3 megabayt üstəgəl elə 72 kilobayt deməkdir. Və burada da megabaytları toplayıb işimi asanlaşdırıram. 3 ilə 2-ni toplayanda alıram 5 megabayt. Sonra baxıram ki, bu 2 kilobaytı toplasaq, yəni tam bütöv bir ədəd verərmi? Və bunları da toplayanda 2048 kilobayt edir. Bu da bilirik ki, 2 megabayta bərabərdir və alırıq 7 megabayt. Və baxıram ki, megabaytla cavab yoxdur. Çox güman ki, bu olacaq. Bunu kilobayta çevirəm. 7-ni 1024-ə vurub kilobayta çevirsəm, elə 7168 kilobayt eləyər. Onlar B variantı. Bu qədər nöqtədən ibarət qrafik təsvirdə 200 rəng çalarının yalnız 64 rəngindən istifadə olunmuşdur. Bu təsvirin informasiya həcmi nə qədər olar? Şəklin həcmini tapanda qeyd elədik ki, daha doğrusu piksel sayını, yəni 200/9/208 rəng dərinliyinə vururuq. İndi 200 rəng çalarının ancaq 64 rəngindən istifadə edilibsə, deməli onda 64 rəng çaları, yəni burada olub da 64 rəngli bir palitradan istifadə olunub və burada da rəng dərinliyini 6 bit alırıq. 217 vuraq 6 biti çevirirəm kilobayta, çünki cavablar kilobaytlandır. 213-ə bölürəm. 204-ü də 16-nı da 6-ya vuranda alırıq 96 kilobayt. B variantı. Verilmiş diaqramın adını və elektron cədvəlin uyğun diapazonunu seçin. Burada tam görünməyə bilər. Bu hissəyə 28% düşüb. Bu hissəyə 22%. Burada 50% düşüb. Və baxıram ki, 28 ilə elə 22 də cəmi 50% verir. Yəni, biz elə bir diapazon tapmalıyıq ki, 2 dənəsinin cəmi digərini versin. Çünki bunu yarıya bölüb diaqramı və bir hissə 50%-dir. Qalan ikisi də bu 50%-i verir. Yəni, bu ikisinin cəmi. Diaqramın növü sadədir. Bilirik ki, dairəvi diaqram P adlanır. Ona görə C ilə D-ni əvvəldən çıxıram. Bir dənə diapazonu tapmaq qalır. Baxıram A2, C2. A2, C2 diapazonu budur. Və burada 9, 24, 8 qalır. Tutaq ki, 24, 50% oldu. Axı, 9 ilə 8 qalan 50%-i vermir axı. 9 ilə 8-in cəmi 17 eləyir. Bu da 24 olsaydı, bu ikisinin cəmi. Hə, onda düz gələrdi. Deməli, A variantı deyil.
O birisində verib B2, B4. B2, B4 də budur. Tutaq ki, 24 yenə 50%-ə düşdü. 11 ilə 14-ün cəmi axı 25 eləyir. Deməli 50%, 50% bölünmür. Bunu da çıxdım. Onda elə cavab Y olacaq. Yenə də baxaq. A2, A4. A2, A4-də də 9, 4 və 5 verib. Həqiqətən 4 ilə 5, məsəl üçün 5 28% uyğun gələr. 4-də 22%. Bu 5 ilə 4-ün cəmi 9-u verir, yəni 50% eləyir. Digər 9 da qalan 50%-ə düşür. Olur Y. Windows əməliyyat sistemində fayl adında aşağıdakı göstərilən simvollardan hansı istifadə edilə bilməz? Ulduz işarəsi ola bilmir. Sistem proqram təminatına aid olan bəndi seçin. Arxiv proqramlarıdır, antiviruslardır, sonra əməliyyat sistemləridir və s. kimi proqramlar aiddir sistem proqramlara. Hər hansı obyektin üzərinə mausun sol düyməsini bir dəfə kliklədikdə obyekti sadəcə seçmiş oluruq. Əgər 2 dəfə klik etsəydi, onda obyekti açardıq. Fayl olar, proqram olar, yəni başladardıq proqramı. Sağ düyməni bir dəfə vuranda isə kontekst menyu seçilir. 2 dəfə vuranda heç bir şey dəyişmir, yəni. Şəkil 840 bit yaddaşda yer tutur. Ötürülmə sürəti saniyədə 1 bayt olarsa, neçə saniyədən sonra A şəhərinə ötürüləcək? Deməli, Q-ünü verib 840 bit. Sürəti də deyir ki, 1 saniyədə 1 bayt. Yəni, bu 1 bayt böl saniyə deməkdir. Bizə soruşur, neçə saniyəyə ötürürlər? Yəni, T-ni soruşur. T də bilirik ki, Q böl V ilə tapılacaq. 840 bitim. İndi bu 1 bayt böl saniyədir deyə bunu da 8 bit böl saniyə kimi göstərim ki, bu da bit olsun, bu da bit. 8 bit böl saniyə böləndə də burada qalır 105 saniyə. Olur A variantı. Röya dostunu ziyarət etmək istəyir, amma mənzil nömrəsini unudur. Lakin o, mənzil nömrəsinin tək rəqəmlərdən ibarət olduğunu və 2 rəqəmli olduğunu bilir. 2 rəqəmlidirsə, bax belə 2 dənə oyuq çəkirəm. Və deyir ki, ancaq tək rəqəmlərdən ibarətdir. Deməli, bu yalnızca bu 2 oyuğa 1, 3, 5, 7, 9 rəqəmləri yazıla bilər. Sonra deyir ki, ikinci rəqəmdə birincidən böyük olduğunu xatırlayır. Röyanın neçə variantı var? Tutaq ki, birinciyə məsəl üçün bir rəqəmi düşdü. Əgər bir rəqəmi düşübsə, burada bir variant vardı əlimdə hələ ki, birinci oyuq üçün. İkinci rəqəm kimi mən 3-də, 5-də, 7-də, 9-da düşünə bilərəm. Çünki ikinci rəqəm birincidən böyük olmalıdır deyir və 3, 5, 7, 9 birdən böyükdür. İkinci oyuğa da 4 variant yaza bilərəm. Belə baxıram ki, 1 ilə başlayan 4 dənə variant fikirləşə bildim. İndi bunu 3 ilə başlayan üçün fikirləşirəm. 3 ilə başlayan olsa, əgər ədəd, yenə bir variant var hələ ki, birinci rəqəm kimi yazmağa. İkinci rəqəm kimi isə yaza bilərəm artıq 5, 7, 9. Çünki ikinci rəqəm birincidən böyük olmalıdır. Burada isə artıq 3 variant oldu. 1 vuraq 3 elədi 3. İndi birinci rəqəm kimi əgər 5 seçirəmsə, ikinci rəqəm kimi ya 7 ya 9 seçə bilərəm. Artıq əlimdə oldu 2 variant. Yəni 57, 59 bu formada. Əgər birinci rəqəm kimi 7 seçirəmsə, ikinci rəqəm kimi ancaq 9 seçə bilərəm. Özündən böyük bir dənə 9 qalır. Qalır bir variant. Birinci rəqəm kimi isə 9-u seçə bilmirəm. Çünki özündən sonra daha böyük rəqəm gələ bilmir, tək rəqəm. Qalır deməli burada toplamaq bu variantları. 4, 3, 7, 2, 9, o da bir 10. Deməli 10 variant fikirləşə bilər. Aşağıdakılardan hansının tutumu ən kiçikdir? F-dir, həcmi 1,44 megabaytdır. Yaddaş qurğularındakı səhvləri aşkar edir. Ümumiyyətlə, səhvləri aradan qaldıran skan diskdir. Lazımsız faylları təmizləyən isə disk cleanup-dır. Olur A variantı. D17 xanasında olan bu düsturu Y19 xanasına köçürsək hansı şəkildə olar? Deməli, A dollar 16 üstəgəl dollar B 18 plus C17 üstəgəl 4. Bunu Y19-a köçürsək, D-dən Y-yə bilirik ki, bir sütun burada artıb. 17-dən 19-a isə 2 sətr artıb. Bu dəyişməyə uyğun olaraq bu xanada köçürəcək bu xanaları. Baxıram ki, D-dən Y-yə bir sütun artıbsa, A-dan bir sütun o tərəfə B gəlir. Amma sətri dəyişə bilmirəm, çünki mütləq artıq edilir. Dollar qarşısında varsa ona dəymirik.
Burada da B-nin qarşısında dollar var. Ona görə sütuna dəymirəm, çünki mütləqdir. Amma sətri dəyişə bilərəm, nisbidir. Və 17-dən 19-a 2 sətr artıbsa, 18-dən də 2 sütun aşağı olur 20. C17 isə bütövlükdə nisbi ünvandır. Həm sətr, həm sütun dəyişəcək. Bir sütun D-dən Y-yə keçibsə, C-dən bir sütun o tərəfə olacaq D. 2 sətr aşağı düşülübsə, 17-dən də 2 sətr aşağı 19. Ədədlər isə xana çevrilməsi zamanı dəyişməz qalır. Olur B16 üstəgəl, B20 üstəgəl, D19 plus 4. Y variantı. Askidə kodlaşdırılmış aşağıdakı məlumat haqqında fikirlərdən neçəsi doğru deyil. Məlumat 5 simvoldan ibarətdir, 2 simvoldan və s. Bilirik ki, askidə bir simvol 1 bayt yer tutur. 1 bayt da yəni 8 bit. Buradakı 0 birlər hər biri 1 bit olduğuna görə mən bunları 8-8 ayıracam. Görək neçə bit yer tutur, neçə simvoldan ibarətdir və burada eyni müxtəlif simvollar fikri də var. Ona görə mütləq ayırıb baxmalıyam. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu 1. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu 2. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu 3. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu 4. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu da 5. 8, 8 ayıranda baxıram ki, 5 dənə belə deyək də 8 bit var burada. Deməli, bu yaddaşda 40 bit yer tutur. Və bilirik ki, askidə də bir simvol 1 bayt yer tutduğuna görə 5 simvolda, yəni 5 bayt yer tutacaq. Yəni 5 bayt var burada, 5 dənə də onda simvol var. Məlumat 5 simvoldan ibarətdir, bu doğrudur. Amma bizə soruşur ki, doğru deyil. Doğru deyilsə, onda mən burada 1-i götürə bilmərəm, çünki doğrudur. Məlumat 2 simvoldan ibarətdir, xeyr. Biz tapdıq ki, 5 simvoldur, ona görə 2 səhvdir. Məlumat yaddaşda 5 bit yer tutmur. Axı saydıq 40 bit aldıq. 40 dənə 0-1 var burada. 4 də səhvdir, yəni doğru deyil. Götürürəm 4-ü də. Üzr istəyirəm, 3-ü götürürəm. Çünki məlumat yaddaşda 5 bit yer tutur. Silək. Məlumat yaddaşda 5 bit yer tutur, səhv fikirdir. Amma 40 bit yer tutur, doğrudur. Məlumat yaddaşda 5 bayt yer tutur, bəli, doğrudur. 5 simvol 5 bayt eləyir elə, 5 də düzdür. Məlumat 40 simvoldan ibarətdir, bu səhvdir. Bayaq da tapdıq ki, 5 simvoldur, 6 da səhvdir. Hələ ki, bunlar saxlayım, o birlərə də baxaq. Eyni simvolların sayı 2-dir. Burada simvolları nömrələsəm, baxıram ki, bunu ilə eyni olan varmı burada? 0-1 ilə başlayan hələ ki yoxdur. Buna yazıram bir fərqli olması üçün 1. 1-1, 2-0 ilə başlayan da yoxdur. Buna yazıram 2. Hələ ki fərqli gedir. 1, 2, 3, 4, 5, 6, 1, 2, 0 olan. 1, 2, 3, 4, 5, 6, 2, 0. Deməli, bunlar eynidir. İkisinə 3 yazdım. Bundan da yoxdur. Məlum məsələ ki, buna da 4 yazıram. 5 dənə düzdür. Burada simvol var idi. Amma ikisi burada eyni çıxdı. Deməli, eyni simvolların sayı 2-dir. Bu doğru fikirdir. Amma bizə deyir doğru deyil. Ona görə bunu çıxıram. Müxtəlif simvolların sayı isə 4-dür. Bu da doğrudur. Çünki 2 eyni olduğuna görə onu bir dənə kimi götürürəm. Müxtəlifləri saysam 1, 2, 3, 4 dənə müxtəlif simvol var. Bu da doğrudur. Ona görə bunu da çıxıram. Elə 2, 3, 6 qalır. Girişə 2 rəqəmli n onluq ədədi verilir. Aşağıdakı ardıcıllıqla yeni r ədədi qurulur. Hər iki rəqəm birlikdə toplanır. Hər iki rəqəm vurulur. Nəticə azalmayan ardıcıllıqla düzülür. Azalmayan, yəni artan deməkdir də. Artan ardıcıllıqla yazılır. Məsələn, deyir 34 ədədi verilib. Nəticə 712 alınıb. Deyir, hər iki rəqəm birlikdə toplanır. Deməli, 3 ilə 4-ü toplayıb 7 alıb. Hər iki rəqəm vurulur, yəni 3 ilə 4-ü vurub 12 alıb. Nəticədə azalmayan, yəni artan ardıcıllıqla yazılıb, yəni 712 formasında. Bu n idi, bu isə r-dir. Çünki deyir, n ədədindən bu qayda ilə r-i alıb. Deyir, r-in 710 alınması üçün
n ədədinin ala biləcəyi minimum qiyməti tap. Baxıram ki, bu 7 və 10 biri rəqəmlərin cəmidir, digəri isə rəqəmlərin hasilidir. Və heç iki dənə rəqəmin cəmi bizə hansı ədədlərin cəmi, rəqəmlərin cəmi bizə 7-ni verə bilər. 1 ilə 7 ola bilər. Yaxşı, 1 ilə 7-ni vuranda 7 alacam, amma toplayanda mən onu ala bilməyəcəm axı. Və başqa heç bir iki rəqəmin hasili də 7 vermədiyinə görə, deməli 7 hansısa iki rəqəmin cəmi olacaq. 10 isə hasili. Və düşünürəm ki, 2 və 5 ola bilər. Çünki 2 ilə 5-in hasili 10-u verir, cəmi də 7-ni. İndi ədəd ya 25 formasında, ya da 52 formasında olmalıdır ki, 2 ilə 5-in cəmi 7, hasili 10-u versin, 52-də də həmçinin. Amma bizə deyir ki, n ədədinin ala biləcəyi minimum qiymət tap. Minimum onda 25 olmalıdır ki, 25-dən yəni 710-u ala bilərik. Olur cavab 25. Daha sonra kursor 20 səhifəyə malik sənədin 17-ci səhifəsindədir və Qoltu pəncərəsində plus 15 yazısı yazılıb, enter düyməsi vurularsa hansı səhifəyə keçilər? Düzdür, 17-nin üstünə 15 gələndə 32 alsaq da, axı sənəd elə 20 səhifəyə malikdir. Yəni, bundan artıq səhifəsi yoxdur. Ona görə gedib elə 20-ci səhifədə duracaq. Olacaq cavab 20. Rəfiqəsinin Zeynəb üçün hazırladığı doğum günü təbriki 3 dəqiqəlik video faylı əhatə edir. Həcmi 180 megabayt olan bu videonun 256x512 rejimdə 16 kadr sürətə malik olduğunu bilərək neçə rəng çıxılarından ibarət olduğunu tap. Bilirik ki, videonun həcmini tapan zaman deməli, piksel sayı vuraq, rənglərini, yəni burada şəklin həcmini götürürük. Sonra kadrların sayına vururuq, yəni 1 saniyədə dəyişən kadrların sayı, videonun davam etmə müddəti bizə verir, deməli, videonun həcmini. Həcmi burada bizə verib 180 megabayt. Piksel sayı 256x512. Rəng çalarını soruşduğuna görə rəng dərinliyini saxlayıram. Elə i-yə görə tapacam rəng dərinliyini. Kadr sayı 16-dır. Davam etmə müddəti 3 dəqiqədir. Bu da 180 saniyə eləyir. Buradan indi i-ni tapsam, 180 megabaytı bitə çeviririm. Çünki rəng dərinliyi bitlə verilib. Megabaytı bitə çevirəndə də 223-ə vururam. Və bunu bölürəm sol tərəfə hasilinə. 256 2 üstü 8 eləyir. 5 son 2 2 üstü 9. 16-da 2 üstü 4'ü verir. Bunları toplasam 2 üstü 17 o da 4 21. 2 üstü 21 bit alıram. Bir də 180 saniyə də var. İxtisar aparanda bunlar gedir. Qalır 2 üstü 2 4 bit. Amma bu rəng dərinliyidir. Bizə isə soruşur ki, rəng çaları nə qədərdir? Rəng çaları isə 2 üstü i ilə tapıldığına görə 2 üstü 4 16 olur. Yirmi 27'də verib uyğunlaşdır. Və qarşısından yazın. Deməli, daxili yaddaş qurğular RAM və ROM 1-ə AB. Plotter ümumiyyətlə çıxış qurğusudur, yəni heç yaddaş qurğusuna aid deyil. CD disklə disket də olur, xarici yaddaş qurğuları 2-yə D. Verilmiş qrafın qonşuluq matrisinə əsasən hansı təpənin sətr üzrə xanalarında ən çox 1 olar? Bilirik ki, qonşuluq matrisi quran zaman burada 6 dənə məsəl üçün təpə var. 1, 2, 3, 4, 5, 6 həm sütun üzrə, həm də sətr üzrə bu formada yazılır. Və daha sonra hər bir təpədən digərlərinə yol varsa 1, yoxdursa 0 yazırdım. İndi bizə də soruşur ki, hansı təpənin sətr üzrə deyir, xanalarında daha çox 1 olar. Bu deməkdir ki, hansı təpədən digərlərinə daha çox yol gedir. Çünki biz yol olanda 1 yazırıq, olmayanda 0. Məsəl üçün 1-dən 2-yə yol var, bura 1 yazacağım. Məsəl üçün 1-dən 2-yə yol var, bura 1 yazacağım. 1-də 3-ə yol var, burada 1 yazacağım, qalanlarına 0 yazacağım. Məsəl üçün 1-dən sətr üzrə xanalarında bir təpəsinin digər təpələrə sətr üzrə xanalarında 2 dənə 1 var. Bu deməkdir ki, 2 dənə təpəyə yol var. Heç daha çəkməmiş, baxıram ki, hansı təpədən qalanlarına ən çox yol varsa, o qədər də 1 olacaq. Burada da baxıram 3 təpəsidir ki,
1, 2, 3, 4 dənə təpəyə yol var. Deməli olacaq 3. 5 megabayt həcmi olan diskdə neçə ədəd 65 kilobaytlıq fayl saxlamaq olar? Klasterin tutumu 32 kilobaytdır. Əvvəlcə biz bu faylın diskdə tutduğu həcmi tapmalıyıq. Çünki 5 megabaytlıq diskə birbaşa bunu yerləşdirmək olmur. Əvvəlcə bunun diskdə tutduğu həcmi klasterlə tapıram. Daha sonra neçə dənə, yəni diskə bu qədərlik fayl yerləşdirə biləcəyimi tapacağam. Faylın da diskdə tutduğu həcmi tapmaq üçün əvvəlcə klasterin həcminə bölüb klaster sayını tapırıq. 65-i 32-yə böləndə 2 dəfə, amma qalıqla bir yerdə 3 klaster düşür. Və faylın diskdə tutduğu həcmi tapmaq üçün klaster sayını klasterin həcminə vururuq. Bu da alınır 96 kilobayt. Deməli, diskdə bu qədər yer tutur. Bizə də deyir ki, 5 megabaytlıq bir diskə neçə dənə bundan yerləşdirmək olar? Onda 5 megabaytı böləcəm 96 kilobayta. Megabaytı kilobayta çevirsəm 210-a vuraram. Bölərəm 96 kilobayta. Bu da 5120 kilobayt böl 96 kilobayt eləyəcək. Böləndə də 53 tam təxminən 10-3 deyək də təqribi belə bir qiymət alınır. Bu klaster məsələsi kimi deyil. Yəni mən bunu 54 götürə bilmərəm. Çünki bu qədərlik bir disk var. Əlimdə 53 5 megabaytlıq bir disk var. Və bizə soruşur ki, neçə dənə, yəni 96 kilobaytlıq faylı yerləşdirə bilərsən. Və baxıram ki, 53 dənəsi tam yerləşəcək. Artıq, yəni qalanı yerləşmir. Yəni digər 96 kilobaytlıq fayl tam düşmür. Ona görə biz 53 götürürük. Verilmiş qraf informasiya modelinə əsasən A təpəsindən Q təpəsinə G nöqtəsindən keçərək gedən neçə müxtəlif yol var? Qraf biraz böyüdü. Deməli, G təpəsindən keçərək deyirsə, G-yə gələn yollar bizə lazımdır. Bir də G-dan çıxan yollar. Biz də G-dan keçməyən yolları burada bağlamalıyıq. Baxıram ki, hansı yollar keçmir. Yuxarı ilə gəlsəm, ümumiyyətlə, yəni fərqi yoxdur. Gəlib elə çatandan sonra K-ya gəlib, buradan da G-yə gələ bilərəm. Ona görə mən yəni yuxarı yolları bağlamıram heç birini. Və yaxud A-dan K-ya gəlib, buradan da G-yə gələ biləcəm. Bu da bağlanmır. Təzədən bu tərəfə baxsam, D-yə də, F-ə də gəlsəm, G-yə gəlib çata bilərəm. İndi keçməyən yollar hansı olur? Məsəl üçün, eldən çıxan bax bu yol. Bu yol birbaşa gəlir, yuxarıdan gəlir, eldən keçib Q-yə gedir. Yəni, gəlib buradan J-yə gəlib heç cürə qayıtmaq olmur. Və yaxud da K-dan deməli, burada H-a gedən yol. Baxıram ki, A-dan K-ya gəlsəm, K-dan belə G-yə gedə bilərəm. Amma H-a getsəm, sonra qayıda bilmirəm axı G-yə. Deməli, bu yol da G-dan keçmir. Deməli, LH yolu da keçməyəcək. Çünki H-dan mən gəlib bu tərəfə G-yə gedə bilmirəm. Ona görə bu yol da bağlıdır. Və avtomatik H-a gələn yollar bağlıdırsa, deməli, onda H-dan çıxan yollar da bağlı olacaq. Ona görə bunları da bağlayıram. Daha sonra baxıram ki, K-dan N-ə gəlsəm, N-dən mən heç cürə G-yə geri qayıda bilmirəm buradan. Ona görə K-dan N-ə gələn yolu da bağlayıram. Bu da G-dan keçə bilmir. Və bir də aşağıdakı iki yol var ki, keçməyəcək. Çünki mən A-dan F-ə gəlib, F-dən D-yə, sonra G-yə gedə bilirəm. Burada yol var. Amma F-dən I-yə gəlib, I-dən mən heç daha N-ə gedə bilmirəm. Çünki yoxdur. I-dən ancaq M-ə gedə bilirəm. Buradan da artıq gedəndə G-dan keçə bilmirəm. Ona görə bu yolu bağlayıram. N ilə FM yolu da həmçinin. Bu da gəlib G-dan keçmir. Vəssalam, G-yə gedən yolları bağladığımıza, daha doğrusu G-dan keçməyən yolları bağladığımıza görə indi tapa bilərik. Deməli, burada I-M yolunu bağlaya bilmərəm. Çünki G-dan N-ə gəlib, N-dən I-yə, sonra M-ə gəlmək olur yəni. Qalan yollar da baxıram ki, G-yə gəlib, G-dan çıxa bilir. Məsəl üçün, burada A-dan G-yə, N-ə, sonra I-yə, M-ə getmək olur deyə bu yollar qalır.
Qalanlarını hesablayaq. İndi bildiyimiz yolla birinci təpədən çıxan tirlərin üstlərinin hamısına 1 yazmaqla başlayırıq. C-yə 1 yol gəlib deyə, digər təpələrə də 1 yol çıxır. B-yə 2 gəlib deyə 2 çıxır. Y-yə 3 gəlib deyə 3 çıxır. Elə də 4 gəlib deyə 4 çıxır. K-ya da 4 plus 1 5 gəlib deyə 5 çıxır. İndi F-ə 1 gəlib deyə 1 çıxır. D-yə 2 gəlib deyə 2 çıxır. G-yə gələn yolları toplasan 5, 2, 7, o da 1, 8 yol çıxır. N-ə 8 gəlibsə, N-in özündən də hər tərəfə 8 çıxır. I-yə 8 yol gəlibsə, 8 də özündən çıxır. 8, 8, 16 eləyir. Deməli, M-in özündən hər tərəfi 16 gedir. 8 plus 16, 24 eləyir deyə o. O-dan 24 yol çıxır. 24 plus 16 da eləyir 40. Deməli, 40 yolla getmək olar. Bu videoluk bu qədər. Gələn videolarda görüşənədək.